Biz inteqrasiyanın mövzusunun, daha doğrusu 4-cü hissəsindəyik. Fənn üstü inteqrasiyanın əsas şərtləri. Dərsləri həyata bağlamaq üçün tapşırıqlar belə olmalıdır. Problemin gerçək və aktual olması, keçilən mövzunu uydurma yox, real həyatda qarşılaşdığımız problemlər. Məsələn, su çatışmazlığı, internet təhlükəsizliyi haqqında olmalıdır. Hadisəyə hər tərəfdən baxmaq. Bir problemə təkcə bir fən baxımından yox, həm texniki, həm sosial, həm də təbiət baxımından baxmağı bacarmalıyıq. Şagirdin düşünməsi və qərar verməsi. Tapşırıqlar səni robot kimi əzbərçiliyə yox, beynini işlədib analiz etməyə, fərqli fikirləri müqayisə edib düzgün qərar verməyə məcbur etməlidir. Praktik nəticə, tapşırığın sonunda şagird bir cavab tapmır, real həyatda istifadə oluna biləcək xeyirli bir təklif və ya çıxış yolu ilə irəli sürür. Həyati tapşırıq nümunələri. Şagirdlərin qarşılaşa biləcəyi 4 maraqlı nümunə. Deməli, təbii fəlakət və ya yeni kənd. Bir kənddə təbii fəlakət baş verir, dövlət oradakı ailələri təhlükəsiz başqa bir yerə köçürmək istəyir. Sənə tapşırıq verilir ki, insanların təhlükəsizliyini, gələcək iş imkanlarını və su qaynaqlarını nəzərə alaraq onlar üçün xəritədə ən uyğun yeni yaşayış yerini seç və niyə məhz orası olduğunu sübut et. Nümunə 2. Parkdakı zibillər. Bir uşaq parkda gəzərkən hamının yerə zibil atdığını və ətrafın çox çirkləndiyini görür. Sənə tapşırıq verilir, bu problemin cəmiyyətə və heyvanlara vurduğu ziyanları araşdır. Parkı təmiz saxlamaq üçün insanların davranışını dəyişdirəcək maraqlı layihələr, təkliflər hazırla. Nümunə 3. Məktəbdə yorğunluq. Bəzi uşaqlar dərs zamanı çox tez yorulur, diqqətləri yayınır, idman etmirlər. Sənə tapşırıq verilir, uşaqların daha enerjili, sağlam və xoşbəxt olması üçün gündəlik həyat tərzi və qidalanma planı təklifləri siyahısı hazırla. Nümunə 4. Mədəni dəyərlər. Ölkədə qanunlar və xidmət adət-ənənələr arasında tarazlıq pozulanda müəyyən anlaşılmazlıqlar yaranır. Sənə tapşırıq verilir, insanlara bir-biri ilə mehriban, həmrəy yaşaması, bir-birinin fərqliliyinə hörmət etməsi üçün ümumi məsləhətlər kitabçası hazırla. Kitabda çox qəşəng bir düstur yazılıb. Müəllim özündə bu sual verməlidir. Mən uşaqda hansı bacarıq formalaşdırmaq istəyirəm? Cavab fən bacarığıdırsa, fən daxili və ya fənlər arası inteqrasiya seçilir. Cavab həyati bacarıqdırsa, fən üstü inteqrasiya seçilir. Deməli, keçdiyimiz inteqrasiyalarının bölünür. İnteqrasiyanın növləri olaraq fən daxili inteqrasiya, fənlər arası inteqrasiya, fən üstü inteqrasiya. Metodiki izahına baxaq. Fən daxili inteqrasiya tapşırıq ancaq bir dərsin qaydalarına aiddir. Fənlər arası inteqrasiyada metodik izah başqa dərslərin, biliklərin də istifadə olunur. Fən üstü inteqrasiya qiymətləndirilən şey dərs yox, real həyatdır. Fən daxili inteqrasiyanın əsas məqsədi fənni daha yaxşı öyrənmək və möhkəmləndirmək. Fənlər arası inteqrasiyanın məqsədi digər fənlərin köməyi ilə əsas fənni öyrənmək. Fən üstü inteqrasiyanın məqsədi şagirdə real həyatla bağlı universal bacarıqlar qurmaq. Nəyi ölçür? Fən daxili inteqrasiya fəninə məxsus bacarıqlar. Fənlər arası əlaqə əsas fənnin bacarığını ölçür. Fən üstü inteqrasiya həyati bacarıqları ölçür. Digər fənlərin rolu nədir? Fən daxili inteqrasiyada digər fənlərin, başqa fənlər bu işə qarışmır, istifadə olunmur. Fənlər arası inteqrasiyada digər fənlər köməkçi və dəstəkçi rolundadır. Fən üstü inteqrasiyada bütün fənlər birləşib, real həyat üçün sadəcə bir vasitə olur. Beləcə, cədvəllə birlikdə artıq kurikulum ən əsas mövzularından biri olan inteqrasiya mövzusunu bitirmiş olduq. Xoş dinləmələr, çox sağ olun.